Mən Mikail Rüstəm İsmailoğlu, Suraxan rayonunda yerləşən General Gospital Klinikasının direktoruyam. Vaxtilə cənab prezident 2003-cü ildə hakimiyyətə gələndə ilk sərəncamı regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramı oldu. Mən isə o vaxt rayon rəhbərinə dedim ki, mənə də icazə verin. Mən də öz daxili imkanlarım hesabına uzun illər Suraxan rayonunda işləmişəm, baş həkim səhiyyə şöbəsini müdürüyüm. Və mənə də icazə verin, mən də öz daxili imkanlarım hesabına bir cənab prezidentin o sərəncamına uyğun olaraq Suraxan rayonunda bir müasir imkanım daxilində müasir müalicə diaqnostika gəldim. Bunu yaratmışam. İndi cənab prezident mənə imkan vermirlər buradan normal işləməyə, iş adamı kimi. Çünki 2012-ci il açmışam. 2 ilə 50 min manat həcmində dövlət vergi fonduna pul ödəmişəm. Və eyni zamanda 50 min həcmində də dövlət sosial müdafiə fonduna pul ödəmişəm. Bütün bunlara baxmayaraq sizin gözəl yaratdığınız yeni ictimai nəzarət komissiyası. Siz gözəl sözlər deyirsiniz ki, Azərbaycan hər il hörmət olur mu? Yox. Kim tərəfindən? Dövlət məmuru tərəfindən. Bizim də bu rayonda, mənim işlədiyim bu rayonda mənə Dövlət Sosial Müdafiə Fondu tərəfindən Səhiyyə Nazirliyinin aldığımız bülleteni vermişik. 100-dən artıq bülleten ödənilmir. İnsanların da haqlı narazılığına səbəb olur ki, niyə bizim bu bülletenlər ödənmir? Hansı ki, bizim o işlədiyimiz müddətdə bizim Dövlət Sosial Müdafiə verdiyimiz puldandır. Niyə ödənilmir? Və eyni zamanda Səhiyyə Nazirliyinə yeni bülleten verilmir bununla əlaqədar. Mən Səhiyyə Nazirliyini günahlandırıram. Əsas Dövlət Sosial Müdafiə Fondunu günahlandırıram ki, bu insanlara problem yaradır. Nəyə görə, necə? Eyni zamanda uzun illər mən dairə seçki komissiyasının sədri olmuşam. Dövlətə xüsusi xidmət, dövlətin ağır vaxtında 98-ci ildə mən həmin Yeni Azad Partiyasının üzvü seçilmişəm. Sonra Xətai rayonunda 17 nəfərə ilk vəsiqə verildi. Onların biri mənə verildi. Mən özümə şərəf duydum ki, Ulu Öndərin yaratdığı o partiyanın mən üzvüyəm. Eyni zamanda Ulu Öndər Qazax rayonuna gedəndə və eyni zamanda mən Xətayda uzun illər dairə seçki komissiyasının sədri oldum. 98-ci ildə mən orada sədr olanda ərazi komissiyası, o vaxt 82 nəfər idi. İndi 125 nəfərdir dairə seçki komissiyası. 82 nəfərin içində mən o seçkini o qədər yüksək səviyyədə apardım ki, Ulu Öndər 98-ci ildə seçkilərlə görüşsün, Qazax rayonunun ikinci çıxıl gedəndə Azərbaycanın ən qərb qapısına. O vaxtı atam Mikail İsmail Osmanoğlu, o da 2-ci Dünya Müharibəsinin 1-ci qrup əlli idi. Ulu Öndəri qarşıladı və dedi ki, biz kəndimiz hamımız sana səs verəcəyik. Və atam elə olur ki, 11 sentyabrda qalxıb ki, geçsin üzünü qırıb geçsin səs verməyə. Anam deyib, hara? Çünki yaşlı adam idi, 82 yaşa. Deyib ki, seçkiyə, Ulu Öndərə söz vermişəm, cənab prezident söz vermişəm səs verməyə. Deyib, yox, oktyabrın 11-i. Oktyabrın 11-də də 9-unda mən bülleteni aldım ki, seçki bülleteni payladım ki, onu paylayım bülleteni, 11 seçki gedək. Elə oldu, atam dünyasını dəyişdi. Mən hətta o atamın hüzurunda gedə bilmədim. Atamın üçündə axşam getdim Qazaxın 2-ci Çıxıl kəndinə çatdım. Sözüm nədədir? Biz ailəliklə dövləti bağlanmırıq. Hələ bir qardaşım demirəm, onun özü uzun illər döyüşlərdə döyüşüb, milli qəhrəman kimi bir oldu. Hətta onun sənədləri gedib milli qəhrəmanlığa verilməyə Qazaxın Qızıl Hazır kəndində. Sözüm nəyə gətirəm? Biz dövlətə bağlı adamlarıq. İndi bugünkü günü Dövlət Sosial Müdafiə Fondu xəstələrin hansı ürək əməliyyatı olub. Ürək əməliyyatı olub, nə 10 gün, 15 gün bizim klinikadan verib. Bunu ödəmirlər. Eyni zamanda analıq məzuniyyəti olan var. İndi 10-15 gün bizim klinikadan bülletin. Onu ödəmirlər. Elə bil ki, General Gospital Klinikasını, nə bilim, çox belə bizə başqa münasibət bəsləyirlər. Xoşa gəlməz münasibət. Eyni zamanda onkoloji xəstə var. İllərlə bu müalicə alır. Nədir bizim klinikadan 10 gün, 15 gün bülletin alıb. Buna problem yaradırlar. Mən çox xahişəm, cənab prezident, belə insanlara, belə dövlət məmurlarına xüsusi, nətər deyim, təzyiq göstərməz. Siz necə deyirsiniz, dövlət məmurları Azərbaycan hörmətlə yanaşmır. Həqiqətən belədir. Bu insanlar da 100-dən artıq xəstələr bülleteni ödənmir, xəstəlik vərəqə ödənmir. Ona görə dövlətdən haqlı narazılığa səbəb olur. Bunu kim eləyir? Dövlət Sosial Müdafiə Fondu. Eyni zamanda Səhiyyə Nazirliyi də buna görə bülletin vermir xəstəlik vərəqinə. Mən çox xahiş edirəm, bu məsələdə bizim klinikaya kömək edəsiniz. Mən də uzun illər dairə seçki komissiyasında kimi dövlətimizdə, hələ 2005-ci ildə dövlət sevgi şərəfəsində mənim xidmətlərim yüksək səviyyədə olub.
Abala müəllim vardı, Xətai rayonunun DTK-nın rəisi. Onun özü apardılar, 4 dairəni mənə etibar edilər. Mən yüksək səviyyədə dövlətə xidmətimi göstərmişəm. Onu apardılar, DTK-nın nazir müavin təyinlədilər. Polis rəisi vardı, Mamit Mükəli. Onu Interpola rəis təyinlədilər. Mən isə sadəcə bu dövlətdə, bu dövlətin havasını alıram, suyundan istəyirəm, çörəyini yeyirəm. Onu özümə böyük fəxr duyuram. Və eyni zamanda bu klinikada direktoram. Ancaq bu klinikaya qarşı o qədər aqressiv, bizim klinikanın adı gələndə hər yerdə o qədər aqressiv baxırlar ki, mən bu Amerikanın ən böyük hospitallarından biridir. Elə bil ki, bizim Respublika xəstəxanası kimi bir yerin adını götürüb buraya yaratmışam. Və eyni zamanda mənim yanıma gələn o qədər xidmətlərim var ki, həkim kimi. Mənə xarici dövlətlərdən xəstələr gəlir. Bizim xəstələr xaricə gedir, xarici dövlətdən bizə gəlir. Bax, bu yaxınlardan Londondan bir nəfər, Osman Əfəndi adında bir nəfər zəng vurub, dedi, doktor, sənin əllərini öpürəm. Sən qurbağa ilə çox xəstələri müalicə edirsən. Onun da qohumları var, gələcək. Mən dedim ki, həqiqətən qurbağanı yetirmişdən çox içində öləyəm ki, yetirmişdən xəstəliyi müalicə edemiyorum. Eyni zamanda onkoloji xəstəliyə də kömək eləyirdi. Mən onu deyə bilmirdim. Çünki və o vətəndaşa dedi, o Türk vətəndaşa dedim ki, İngiltərədə Belfast Universiteti var. Orada Karna professor 2011-ci tapıb ki, qurbanın dərs xərçəngi müalicə edir. Ona görə də o da İstanbulda mənim yanıma xəstə göndərmək istəyirdi. Sözüm ondadır ki, mən həkim kimi də gözəl həkiməm. Dövlətə xidmətim, dövlətin ağır günlərində mən dövlətə xidmətimi göstərmişəm. Ancaq bütün bunlara baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu inan ki, xəstələr gedir oraya müraciə edir, hələ deyir, araşdırma. Araşdırma olar 1 ay, 10 gün, 15 gün. İldən artıqdır ki, 2023-cü ildən bizim xəstəlik belə ödənmir. Axırıncı dəfə 2024-ün deyim də aprel ayının axırına kimi ödəndi, sonraki bültenlə. İndi bizə o qədər problem yaradılır ki, nəyə görə? Araşdırma az olar da, bu qədər araşdırma girərsə, araşdırma nə vaxt qutaracaq? Yoxlamanın dərəcəsi var, müddəti. Mən çox xahiş edirəm, bu məsələdə bizim klinikaya kömək edəsin. Mən də uzun illər dairə seçim səhərdə kimi dövlətimizdə hələ 2005-ci ildə dövlət servis şərəfəsində mənim xidmətlərim yüksək səviyyədə olur. Abala müəllim vardı, Xətai rayonunun DTK-nın rəisi. Onun özü apardılar, 4 dairəni mənə etibar edilər. Mən yüksək səviyyədə dövlətə xidmətimi göstərmişəm. Onu apardılar, DTK-nın nazir müavin təyinlədilər. Polis rəisi vardı, Mamit Mükəli. Onu Interpola rəis təyinlədilər. Mən isə sadəcə bu dövlətdə, bu dövlətin havasını alıram, suyundan istəyirəm, çörəyini yeyirəm. Onu özümə böyük fəxr duyuram. Və eyni zamanda bu klinikada direktoram. Ancaq bu klinikaya qarşı o qədər aqressiv, bizim klinikanın adı gələndə hər yerdə o qədər aqressiv baxırlar ki, mən bu Amerikanın ən böyük hospitallarından biridir. Elə bil ki, bizim Respublika xəstəxanası kimi bir yerin adını götürüb buraya yaratmışam. Və eyni zamanda mənim yanıma gələn o qədər xidmətlərim var ki, həkim kimi. Mənə xarici dövlətlərdən xəstələr gəlir. Bizim xəstələr xaricə gedir, xarici dövlətdən bizə gəlir. Bax, bu yaxınlardan Londondan bir nəfər, Osman Əfəndi adında bir nəfər zəng vurub, dedi, doktor, sənin əllərini öpürəm. Sən qurbağa ilə çox xəstələri müalicə edirsən. Onun da qohumları var, gələcək. Mən dedim ki, həqiqətən qurbağanı yetirmişdən çox içində öləyəm ki, yetirmişdən xəstəliyi müalicə edemiyorum. Eyni zamanda onkoloji xəstəliyə də kömək eləyirdi. Mən onu deyə bilmirdim. Çünki və o vətəndaşa dedi, o Türk vətəndaşa dedim ki, İngiltərədə Belfast Universiteti var. Orada Karna professor 2011-ci tapıb ki, qurbanın dərs xərçəngi müalicə edir. Ona görə də o da İstanbulda mənim yanıma xəstə göndərmək istəyirdi. Sözüm ondadır ki, mən həkim kimi də gözəl həkiməm. Dövlətə xidmətim, dövlətin ağır günlərində mən dövlətə xidmətimi göstərmişəm. Ancaq bütün bunlara baxmayaraq, Dövlət Sosial Müdafiə Fondu inan ki, xəstələr gedir oraya müraciə edir, hələ deyir, araşdırma. Araşdırma olar 1 ay, 10 gün, 15 gün. İldən artıqdır ki, 2023-cü ildən bizim xəstəlik belə ödənmir. Axırıncı dəfə 2024-ün deyim də aprel ayının axırına kimi ödəndi, sonraki bültenlə. İndi bizə o qədər problem yaradılır ki, nəyə görə? Araşdırma az olar da, bu qədər araşdırma girərsə, araşdırma nə vaxt qutaracaq? Yoxlamanın dərəcəsi var, müddəti. Elə araşdırma. Hələ bu yaxından mən getdim, Nərimanov rayonunda olan DSMF-nin idarəsinə müraciət elədim, Dövlət Sosial Müdafiə. Orada Şərif adlı bir nəfər məni çox hörmətlə qarşıladı. Dedi, valla biz Səhiyyə Dövlət Sosial Müdafiə Nazirliyi tərəfindəndir. Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən olaraq. Getmişəm ora. Orada bir xanım məni qəbul etdi. Deyir ki, hələ mən bilmirəm ki, belə bir şey var. Belə bir General Hospital Klinikasının bültenidir. Əgər bura bilmirsə də,
Bunların sizin günahınız nədir? Mənim günahım nədir ki? Bunu belə dövlət məmurları, insanlara problem yaradır. Hamısı kimdən narazı qalır? Klinikadan, cənab prezident sizdən. Mən nə arzu edirəm, cənab prezident? Seçkilərdə, mənim hələ 2 usullu seçkilərdə, Reskoda 4 dairə seçki həmçinin sənədləri mən tərəfindən mərkəzi qəbul edildi. Çünki mən ana dairə, şef dairə kimi olaraq. Eyni zamanda mən nə edirəm? O vaxtı xüsusi İbrahim Mehdiyev xüsusi qonaqlıq təşkillərdə orada xüsusi qeyd oldu ki, bu çətinliklər, yəni bizim rayon Reskoda 4 dairə seçki protokol 1-ci qəbul oldu. Orada İbrahim müəllim dedi ki, gün o gün olsun, rayonun aktivləri 150 nəfərdən artıq adam var. Dedi, gün o gün olsun, 5 ildən sonra cənab prezident İlham Əliyev prezident kürsüdür. Və sonra bana söz verdi. Mən dedim ki, orada xüsusi çıxış edelim. Dedim ki, bizim haqqımız var, yiyismə istirahətlə. Ona görə Reskoda 4 dairə seçki protokol 1-ci verilir. Reskoda 1-ci verilmişdir. Cənab prezident, siz yoxlasanız görərsiniz. Reskoda 1-ci bizimki verildi. Sonra da mən orada çıxış elədim. Dedim ki, cənab başçı, siz deyirsiniz gün o gün olsun, 5 ildən sonra cənab İlham Əliyev prezident kürsüsü olsun. Dedim, Azərbaycan xalqı müdrik xalqdır. Cənab İlham Əliyev Azərbaycan ağsaqqalları seçir. Ona görə nəinki 5 ildən sonra, hətta Azərbaycanda 30 illik prezident cənab İlham Əliyevdir. Bu bir. Əl çalırlar, razını bildirir. Dedim, sonra da Balaca Heydərimiz gəlir. Balaca Heydərdə ən az 30 illik prezident olacaq. Bunu da 21-ci əsrin 60 Əliyevlər nəsidir. Və eyni zamanda xüsusi qeyd elədim ki, gün o olsun, cənab prezidentimiz dünya dövlətə bayraq, Azərbaycan bayrağını yüksəklərə qaldırsın. Bu klinikanın girəcəyində də mən sizin şəklinizi Avropa Şurasında hələ deputat komitəsi sədri olacaq. O şəkli vurmuşam və eyni zamanda mənim kabinetimdə də xüsusi qeyd eləmək istəyirəm ki, ulu öndərlə siz qarşı-qarşısın, estafeti qəbul et. Estafet sənindir. Mən nə arzu edirəm, cənab prezident? Gün o gün olsun, siz o qədər istəyəsiniz ki, ulu öndər kimi qozalandan sonra Balaca Heydəri sizlə qarşı-qarşıya dursun və siz də estafeti ona verirsiniz. Mən onu arzu olurum. Mən dövlətə bağladım. Başqa nə deyim? Nə ürəyində xoşlardılar, Allah sizi qorup pənahında sağlısın ki, nə yaxşı ulu öndər Azərbaycan xalqını dağılmaqdan, dövlətin dağılma parçasından qutardı və İlham Əliyev bir oğlu yeksə. Bizim əgər sizin ətrafımızda birləşib, bir gün bu dövlət yüksəldə bilirsə, bizim haqqımızı göstərsin. Başqa Allah sizə uzun ömür can sağlığı versin.